Azərbaycan dili rubrikasını Mədəniyyət Nazirliyi təqdim edir. Azərbaycan dilindəki sözlərdən yerində və düzgün istifadə etmək nitq mədəniyyətinin əsas göstəricilərindən biridir. Dilimizdə tarix sözü var. Bu isimlə bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt, keçmişdə olub, adamların yaddaşında qalmış fakt və hadisələrin məcmusu başa düşülür. İnsan cəmiyyətinin inkişafı haqqında elmdə tarix adlanır. Məsələn, orta əsrlər tarixi, Azərbaycan tarixi. Həmin fənnə aid dərslik də tarix kitabı adlanır. Təbiətin, mədəniyyətin, elmin hər hansı sahəsinin ardıcıl inkişafı və dəyişməsini öyrənən mədəniyyət tarixi, ədəbiyyat tarixi, kino tarixi və sair də var. Bir hadisənin dəqiq təqvim vaxtı da tarix sözü ilə ifadə olunur. Məsələn, doğum tarixi. Sənəddə, məktubda onun yazılması vaxtı haqqında qeyddə tarix adlanır və bu hissədə sənədin yazıldığı il, ay, gün qeyd olunur. Gəlin dilimizdəki sözlərdən yerində və düzgün istifadə edək.